Sabahınız xeyir olsun əziz telesəhər tamaşaçıları. Sizinlə studiyada mən İskəndər və həmkarım Könüllü. Həmişəki kimi 3 saat ərzində sizinlə bərabər olacağıq. Çalışacağıq ki, sizə bol enerji ötürək və təbii ki, bugün bir sıra mövzular var ki, onları sizinlə bərabər müzakirə edəcəyik. Amma həftə əvvəlidir və təbii ki, ilk öncə mən elə həmkarımı salamlamalıyam. Salam, sabahın xeyir olsun Könül. Sabahın xeyir olsun İskəndər. Hər birinizi xoş gördük əziz telesəhər izləyiciləri. Yeni həftənin ilk günüdür və ümid edirik ki, nəzərdə tutduğunuz bütün planları elə həftə içində də icra eləyə bilərsiniz. Biz sizə əli dolu gəlmişik və məktəbli turlarından tutmuş samavar qiymətlərinə qədər bütün mövzuları bugün müzakirə eləyəcəyik. Amma WhatsApp nömrəmizdə qeyd eləmək istəyərdik. 050-245-37-17 çünki sizin fikirləriniz də maraqlıdır. İrəliyən saatlarda elə SMS-lərinizi də oxuyarıq, müzakirələrimizi də eləyərik. Əhval necədir İskəndər? Əhvalım əladır çünki bazar ertəsidir. Yeni güc, yeni enerji gəlib insana. Xüsusilə də onu nəzərə alaraq ki, yay gəlir. Düzdür, yay havasını hiss eləyə bilmirik bu bir neçə gün ərzində. Çünki hava küləklidir. Amma düşünürəm ki, heç bir planınız havaya görə dəyişməyəcək. Çalışın ki, özünüzdə bir əhval-ruhiyyə qurun. Bəli, çünki həftəyə hansı enerji ilə başlasaq elə də davam eləyəcək.